Hele bir zirvesen, küleyler neyleyecek? Dünenim, bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Senin adınla bağlı bu kalbin hep zaferi. Bedenimde yanında sehralarda bir aşkı. Ulusal çevir kendi kaderi. Güneş dolu eli ardı çekilir adım. Alet gelir gözü kör olur kadın. Azerbaycan diyende seni düşünürük biz. Azatlık inan, sen başladın. Senler zirvesen, kürekler neyleyecek? Dünenin bugün seninle gelecek. Ne kadar Azerbaycan, ne kadar millet var. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Halkım diyecek, halk Heydər söyleyecek. Azərbaycan səslənir, sənin adın gələndə. Bir mehtiram bəslənir, sənin adın gələndə. Bir millət əzizlənir, sənin adın gələndə. Bu vətənə, bu xalqa baba, bütün Türk dünyasının babası Heydər baba. Sən iştah qurdarımız, sən iddia qürurumuz. Ey damarda qanımız, ey gözlərdə nurumuz. Düşüncəmiz, duygumuz, hissimiz, şuurumuz. Ey canlı hüner baba, bütün Türk dünyasının babası Heydər baba. Şimşek gibi doğuldu Nahtıvan'dan cahana. Tanrı nicat gönderdi onu Azerbaycan'a. Gözlerini dünyaya açanda məğrur açtı. Adı dilleri gezdi, elden ele dolaştı. Köhneyken güc aldı, o Tanrı'nın özünden. Tanrı dünyası
elə bulaq kimi qaynadı, axdı, dənizə döndü. Vətənin göylərində günəş kimi göründü. Deyirlər ki, insan yaranmışların ən kamilidir. Bəs bu kamilliyin hüdudlarını ölçmək mümkündürmü? Heydər Əliyev dühası gözlərimizin qarşısında zirvələrin görünməz qapına doğru ucalar. Bu zirvənin hansı ucalıqda olduğunu kim söyləyə bilər? Çünki bu adi insan təfəkkürünün qavraya biləcəyindən böyük həqiqətdir. Mənəvi enerji alıb, onu ən ali duyğularla tərənnüm edir. Könlümüzün iradəsi, ürəyimizin diktəsi, qəlbimizin səsi ilə duyğularımızın dərinliklərindən süzülüb gəlmiş bu kompozisiya, ulu öndərimiz Heydər Əliyev ziyası, onun nurlu xatirəsi və sarsılmaz ömür yoluna hayretli səyahətdir. Gəldi keçdi önündən, neçə gecə, neçə gün, durmadı, dayanmadı, okudu təbiyyəti, öyrəndi təbiyyəti. Əqidəsi yolunda dağ kimi məğrur, mətin, ayaqımız salır, dəyişdi, arzuları. O meyman oldu generalcı, gizli bir təşkilatda, aydın bir rəhbər. Öz milləti yolunda hər şey səfərbər olur. Kəskin bir qılıç olub döyüşlü qına qarşı bir də imkan verməz, təxribat eləsinlər, onun xalqına qarşı. İlahi gör bu yerdə o kimlərlə döyüşür, çox əlaqələrlə döyüşür. Cavidi sərt Sibirin şaxtasında çökər. Böyük Əhmədlə başımızın üstünə göydən onlar ələyir. Müşfiqin bir gecə alman əməli. Zülüm qan ocağının dağıtlı yuvasını təmizlədi ruhunu, dəyişdi havasını. Qan tükənin gözləri oyun boyun boyuldu. Bugünkü dövlətinin sağlam qızıldaşları o kişinin əli ilə lap o zaman dağılmasa o yuva, dəyişməsə o hava, yenə ayağa çarşı bir millətin üstünə iftiralar, ziyalar, bir gürlənənlərdir, müşfiqlə cavabdır. Bəxtiyarlar, ziyalar nə qədər səs itirərdi, nə qədər o qanların içində Azərbaycan gülü tikandan vurdu, torpağı qandan vurdu, qorudu o bu xalqı, bu milləti qorudu. Azərbaycan oldu bir dövlət. Ömür yolu başladı, öz atını sürüyor. Tanrı tali gönderdi öz hükmünü bilmeye. Bu yol hamar olmalı, sel, daşkın olsun yol. Müncür karanlıklarla əzabla dolu. Bu yol ağırdan keçdi, acıdan keçdi yol. Borandan, qardan keçdi, tufandan keçdi. Bu yolda dert de oldu, gəm de oldu bu yolda. Bu yolda zil de oldu, bəm de oldu bu yolda. Bu yol hardan keçsə də, uğurlu oldu bu yol. Bu yol şərəflə oldu, şöhrətli oldu bu yol. Bu yol haqqın yoluydu. Ağrı, adı soğuşdu, həqiqətin yoluydu, həqiqətə qovuşdu. Yenilməz qala oldu, darda yetdi haraya. Ağa qara demədi, ağ demədi qaraya. Müqəddəs mətləb seçdi, özünü oda attı. Oddan, alovdan keçdi, aldı, amma o sıxılmadı. Zülməti yardı, çıxdı, bir anda yıxılmadı. Zülməti yara-yara, iz açdı, yollara nur elədi, özüdən bunu etdi. Bir tərəfələri ilə şanlı tarix yarattı, siyasət meydanında ali zirvəyə çaşdı. Ülvi əməlləriyle şanlı tarih yarattı, siyaset meydanında ali zirveye
müqəddəs amal oldu. Dünya